Naringi üçün substratı necə hazırlamalıyıq? Nisbəti sizə göstərirəm. Videomuzun ikinci hissəsidir. Birinci hissəsində mandarin bitkisinin, yəni naringinin yer seçimi haqqında danışdıq. İkinci hissədə isə substratın hazırlanması haqqında danışırıq. Gördüyünüz bu torpaq qumla qatışıqdır. Yəni həyət torpağıdır. Meşə torpağı kompostdan, torfla qatışığından əlavə edirik. Biohumus əlavə edirik. Leonardit əlavə edirik. Toğ peyni. Substrat hazırdır. Yaxşıca qarışdırırıq. Qarışdırdıq. Baxın, məsaməlidir. Təkcə həyət torpağı olsaydı, qum olsaydı bu qədər gözəl olmazdı. Hətta naringi sitrus bitkiləri turş substratı sevirlər. Burada turşluq da var. Qatıqlarımızın içində substratı turş edən məhsul da var idi. Baxın, baxın. Həm qidana zəngin, humuslu, həm məsaməli və həmçinin də kökləri yandıracaq qədər təhlükəli məhsul yoxdur. Bugünlük bu qədər. Videomuzun 3-cü hissəsində isə bu substratla naringi necə əkilməlidir, bu haqda danışacağıq. Hörmətlər.